Salam dəyərli izləyicilərimiz, xoş gördük sizi. Özəl müsahibə verilişinin növbəti buraxılışı ilə qarşınızdayıq. Özəl müsahibənin özəl qonağı isə bugün Dövlət Proqramı İdarə Etmə Qrupunun rəhbəri Turan xanım Topalıvadır. Turan xanım, xoş gördük sizi özəl müsahibəyə. Xoş gördük. Dövlət proqramı çərçivəsində universitet və proqramların siyahısı artıq ictimaiyyətə təqdim edilib. Bu açıqlanan siyahının ötən illərdəki siyahılardan fərqi nədir? Yəni burada yeni universitet, proqram, başqa nələr bizi gözləyir? İstərdim ki, bu yeniliklər barəsində bizi məlumatlandırasınız. Hazırlanan siyahıda 33 ölkəyə aid olan 231 nüfuzlu universitet və 4121 proqram özündə ehtiva edən bir siyahı hazırlanmışdır. Bu ilki siyahı ötən ilki siyahılardan müəyyən qədər fərqi ondan ibarətdir ki, bu illəri biz müəyyən qədər Amerika Birləşmiş Ştatları və Çin Xalq Respublikasına aid olan nüfuzlu universitetlərdə texniki texnoloji ixtisas istiqaməti üzrə proqramlar əlavə eləmişik. Eyni zamanda bu il siyahıda yeni ölkə olaraq Niderland Krallığına aid olan nüfuzlu yenə qeyd edeyim ki, universitetlər əlavə olunmuşdur. Xüsusilə aqrar sahədə innovativ yanaşma tətbiq edən universitetləri, Avropa universitetləri proqramı əlavə olunmuşdur və ötən ildə olduğu kimi bu ildə universitetlər üzrə reytinq cədvəllərindən 3 reytinq cədvəli, bu Times Higher Education, QS Ranking və Şanxay reytinq cədvəllərində ilk onluqda olan universitetlərdən istənilən ixtisas üzrə müraciət həyata keçiriləcəkdir. Bildiyiniz kimi dövlət proqramı siyahısı müraciət üçün universitet və proqramların siyahısı 15 prioritet ixtisas istiqamət ətrafında hazırlanır. Amma burada həşiyə çıxsaq, bu 3 reytinq cədvəllərindən ilk onluqda müraciətlərdən istənilən ixtisas üzrə müraciət etmək mümkün olacaqdır. Yeganə University College London bu illəri həqiqətən də müraciət sayıları çoxluq təşkil edirdi deyə bu illəri həmən universitetdən ilk 10 və istənilən ixtisas yanaşması tətbiq olunmayacaqdır. Buna rəğmən siyahıda həmən nüfuzlu universitetə aid olan xeyli proqramlar var ki, həmən proqramlarda da bizim potensial namizədlər müraciət edə biləcəklər. Əla. Dövlət proqramı üçün ideal namizəd portreti necə olmalıdır? Ümumiyyətlə, yəni namizəd yalnız akademik biliklərlə kifayətlənməlidir, yoxsa liderlik və digər xüsusiyyətlər özündə kəsb etməlidir? Çox gözəl sualdır. Əslində bu sualla bizə müraciətlər də biz necə eləyək ki, dövlət proqramında şansımız olsun, daha yüksək imkanlarımız olsun proqrama qəbul olmağa. Amma dövlət proqramında bir mənalı, bildiyiniz kimi seçim qaydaları, Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş seçim qaydaları var ki, dövlət proqramına qəbul birbaşa həmin seçim qaydaların şərtləri ilə tənzimlənir və burada əsas belə deyək, açar müsahibədir. 3 ekspertin iştirakı bildiyiniz kimi sənədlərini düzgün təqdim edən namizədlərlə növbəti mərhələ olan müsahibə mərhələsi həyata keçir. Burada ən ideal bizim üçün belə deyək və tələbənin özü üçün şanslı namizəd 50 bal alan namizəddir. Keçid balı 40 baldır. Adətən 40 balın 50 bal aralığında namizədlər ballarını toplayırlar. 50 bal isə ən yüksək bal hesab olunur deyə birbaşa onların şansı yaranır ki, proqrama qəbul olsunlar. Və burada xüsusi önəm verməli olan məsələ qeyd etdiyim kimi 3 istiqamətdə dəyərləndirmə həyata keçirilir. Ola bilər akademik hansısa tələbə biri digərindən nəticələri yüksəkdir və yaxud birinin daha çox belə deyə əldə elədikləri sertifikatlar var və yaxud əlavə tədbirlərdə iştirakla bağlı göstəriciləri var, nailiyyətləri var. Bunlar önəmsəmir. Əsas önəmsəyən odur ki, önəmsənilir ki, tələbə müsahibə zamanı 3 istiqamət, yəni bu nədir? Bu bilik və bacarıqlardır. Bu məntiqi mühakimə yürütmək bacarığıdır və özünü inandırmaq bacarığıdır. Bu 3 istiqamət üzrə əgər tələbə nəticələri 3 eksperti qane eləyirsə, onlar ideal namizəd olaraq, top belə deyək, namizəd olaraq seçilmə şansları vardır. Bir də bizim dövlət proqramında bakalavr təhsil səviyyəsi üzrə beynəlxalq olimpiada qalibləri üçün və magistratura təhsil səviyyəsində yüksəliş müsabiqəsinin qalibləri üçün müsahibə mərhələsi tətbiq olunur. Və onlar sənədlərini düzgün şəkildə təqdim elədikdən sonra birbaşa dövlət proqramı iştirakçısı olaraq seçilmə şansları olur. Yəni onlara güzəşt var.
onlara birbaşa müsahibədən azad eləməklə bəli güzəşt var. Bəs müsahibə mərhələsində namizədlərin ən çox etdiyi səhvlər hansılardır? Yəni seçim komissiyası burada ən çox nəyə diqqət edir xüsusi olaraq? Tələbənin oxumaq istədiyi sahədə və yaxud qərarında qərarsızlığı. Yəni olur ki, təbii ki, bir də dil faktoru çox önəmlidir. Beynəlxalq tədris dili üzrə bəzi sertifikat təqdim olunur. Təbii ki, bildiyiniz kimi seçim qaydalarında tələb olunan şərtlərdən biri də beynəlxalq dil sertifikatının C1 səviyyəsində olmasıdır. Amma bəzən olur ki, müsahibə zamanı tələbə öz fikrini belə ifadə edə bilmir ingilis dilində. Bu hal bizdə təəccüb doğuran hallardan biridir. Digər hal isə ümumiyyətlə bəzən olur ki, xüsusən də bakalavr tələbələrinə, elə magistratura təhsil alan tələbələrə də nə oxumaq istədiklərinə ümumi bir imkan kimi baxırlar ki, dövlət proqramı var, gedək xaricdə oxuyaq. Amma biz kimi müqayisədə fərqli görürük? Sahəyə sevgisi olan, sahəyə, hətta bakalavr tələbələri var ki, müsahibə zamanı nəinki oxuyacaqları sahə, artıq gələcəkdə işləyəcəyi və tətbiq eləyəcəyi yol xəritəsi belə insanın qabağındadır, hazırdır. Yəni bu kimi namizədlər daha çox diqqət olaraq üstünlük verilir. Nəinki oxumaq istəyirəm və yaxud bəzən olur ki, biz müsahibə zamanı baxırıq ki, sadəcə xarici təcrübə əldə etmək istəyirlər və yaxud müxtəlif səbəblər ola bilər, amma bizi əsasən inandıran tələbə olmalıdır ki, o sahəsinə marağı var, o sahəsi üzrə oxumaq istəyir və ölkəmizə qayıdaraq, ölkəmizə həmən sahə üçün yararlı və həmən sahə üçün tələb olunan kadr kimi töhfə verəcəkdir. Turan xanım, tələbələr xaricdə təhsil aldığı müddətdə onların akademik uğurları necə izlənir və ümumiyyətlə uğursuzluq anında onlara hansı dəstəklər göstərilir? Bildiyiniz kimi Dövlət Proqramı İdarəetmə Qrupu dövlət proqramı çərçivəsində təhsil alan tələbələrin seçim prosesi, onların tədrisinin monitorinqi və onların tədrisini uğurla bitirib qayıtdıqdan sonra məzun münasibətlərini idarə edən bir qurumdur və proqrama seçilən hər bir tələbənin və hər bir ölkə üzrə bizim əməkdaşlar var ki, kurator olaraq çalışırlar və onlar daim sıx olaraq tələbələrlə əlaqədədirlər. Tələbə uğursuzluğu biz ümumiyyətlə tələbələr seçiləndən sonra onlarla orientasiya görüşləri eləyirik. Böyük belə deyək, qrup olaraq tələbələrə biz təqdimatlar keçiririk, onlara öncədən izah eləyirik, amma bəzən olur ki, kuratorlar özləri də öz tələbələrlə mütəmadi görüşlər, bəzən yox deyərdim, mütəmadi görüşlər eləyirlər və uğursuzluq nə adlandırılır bu dövlət proqramında? Hər hansı bir akademik göstəricinin aşağı düşməsi və yaxud hər hansı kəsirin, bu nə demək, kəsir yaranır və bu zaman onların təhsili maliyyələşməsi dayandırılır. Bu müvafiq qaydalarda da qeyd olunduğu kimi. Amma yaxşı tərəf ondan ibarət ki, onlar bunu bərpa elədikdən sonra onların maliyyələşməsi tamlıqla geri qaytarılır onlara. Və dediyim kimi, uğursuzluq deməzdim, amma bu kimi hallar baş verir və bunun da qarşısı alınır. Və bir də uğursuz son olaraq bir mərhələdə tələbələrimiz bitirib qayıdandan sonra bəzən olur ki, onların akademik göstəriciləri həqiqətən də uğurlu olmadığından onların əldə elədikləri diplom magistratura diplomu deyil də xüsusən də Birləşmiş Krallığa aid olan universitetlərdə bu rastlaşırıq biz, postgraduate diplom deyirlər. Yəni bu daha çox praktik yönümlü bir diplom əldə edirlər. O da bizim mövcud həm dövlət proqramının şərtlərinə uyğun gəlmir, həm də təhsil qanununa uyğun olaraq bilirsiniz ki, bizdə 3 təhsil səviyyəsi mövcuddur: bakalavriat, magistratura, doktorantura. Bu postgraduate diplom isə bu tələbləri ödəmədiyinə görə burada da tələbələrin belə deyək, uğursuzluğu deməyim də, yəni neqativ hallarına qarşı neqativ olur və təbii ki, arzulanmaz bir haldır. Çünki tələbə bilməlidir ki, və biz onlara həmişə təşviq edirik ki, var gücü ilə təhsili uğurla başa vurmaq lazımdır ki, ən azından dərəcə diplomu əldə eləsinlər. Namizədləri 3 yerə bölsək, təhsilini uğurla tamamlayıb vətənə qayıdanlar, təhsilini müəyyən səbəblərdən yarımçıq qoyub vətənə qayıdanlar olur ki, məcburiyyətdən. Bir də ki,
orada təhsil alır, yəni xarici ölkədə təhsil alır, elə orada da qalır, işləyir, öz həyatını qurur, yəni geri dönmürlər. İndi mənim sualım ilk namizədlərlə bağlı olacaq ki, birinci namizədlər ki, hansı ki onlar təhsillərini uğurla tamamlayırlar, vətənə qayıdandan sonra, geri dönəndən sonra onların işlə təminatı məsələsinə necə dəstək göstərirsiniz? Xüsusilə də doktorantlar üçün yaxşı işlə savayı eyni zamanda yüksək əmək haqqı prioritet məsələdir. Bu çox gözəl sualdır. Bizim, mən öndə də qeyd elədim, Dövlət Proqramı İdarəetmə Qrupu nəzdində ümumiyyətlə məzunlarla iş istiqamətində bir bölmə fəaliyyət göstərir. Bu bölmənin əsas işi təbii ki, təhsilini uğurla başa vuran namizədlərlə onların məzun statusunun rəsmiləşdirməsini həyata keçirilməsi. Bu bir mənalı dövlət proqramı iştirakçıları bu prosesdən mütləq şəkildə keçməlidirlər. Və bu niyə keçməlidirlər? Çünki onlar bu status əldə eləməlidirlər ki, onların müəyyən qədər statusu dövlət və özəl qurumlara da məlum olsun. Və bu proqram iştirakçıları bir qayda olaraq qayıdıb ölkəmizdə bildiyiniz kimi iki tərəfli müqavilənin bakalavr və magistraturaya münasibətdə şərtlərinə uyğun olaraq 5 il ölkədə əmək fəaliyyəti ilə məşğul olmalıdırlar. Doktorantura təhsil səviyyəsində isə artıq doktorantlarımız proqrama qəbul olanda iş yerlərini bilirlər. Onlara razılıq məktubu verən və razılıq verən yerli ali təhsil müəssisəsini təhsilə başlamazdan öncə artıq seçmiş olurlar. Qayıdandan sonra da onlardan gözlənti odur ki, akademik fəaliyyətlə məşğul olsunlar və bizim hazırda rəsmi olaraq 406 proqram iştirakçımız məzun olmuşdur bakalavr və magistratura təhsil səviyyəsi üzrə. Doktorantura təhsil səviyyəsində isə 2019-23-cü illər üzrə dövlət proqramında bizim 9 məzunumuz var ki, onlar artıq qayıdıblar və yerli ali təhsil müəssisələrində əmək fəaliyyəti ilə məşğul olurlar. Və hazırda bizim daha 300 və 300-dən biraz artıq proqram iştirakçımızın məzun olma prosesi həyata keçirilir. Ümumiləşdirsək, bizim yaxın 2 ay ərzində dövlət proqramından 800-ə yaxın proqram iştirakçısı məzun statusu əldə edəcəkdir. Aha, bax, yaxşı bir məsələyə toxundunuz az öncə, özəl və dövlət sektoruna. Ötən illərin statistikasını nəzər salanda, belə deyək ki, namizədlər daha çox dövlət sektoruna yönəlirlər, yoxsa özəl sektora? Mən sizə inandırım ki, biz mütəmadi olaraq bu statistikaları yeniləyirik və bizim həmən qeyd elədiyim məzunlarla iş bölümü işə götürənlə sıx əməkdaşlıq eləyir. Deyərdim ki, tam yarı-yarıyadır. Yəni, həm dövlət qurumlarında çalışan proqram məzunlarımız var, həm özəl sektora maraq göstərənlər var. Qeyd edim ki, dövlət proqramı iştirakçıları, işlə təminatı onların öz ixtiyarındadır. Burada Dövlət Proqramı İdarəetmə Qrupu hər hansı bir belə deyək, öhdəlik daşımır. Sadəcə biz bu prosesdə təşviq edici tədbirlər həyata keçiririk. Bizim böyük bir 100-ə yaxın qurumun databazası mövcuddur ki, bizə müraciətlər olurlar məzunlarla işə almada. Və biz burada müəyyən qədər tədbirlər həyata keçiririk, onları bir araya gətiririk və əsasən də dövlət proqramı məzunları özləri də iş tapır, amma bizə də müraciət olunur müvafiq qurumlardan, onlar çox maraqlıdırlar məzunlardan. Və bəzən olur ki, biz onlarda iş elanlarını paylaşırıq təbii ki, və yaxud həmən tələbələrin müvafiq ixtisas üzrə məlumatlarını qurumlarla paylaşırıq, təbii ki, tələbənin razılığı əsasında. Belə bir vasitəçi rolunu oynayırıq və nəticə göstərici sualı ümumiləşdirsək cavabını, hər iki sahədə çalışan belə deyək, məzunlarımız mövcuddur. Turan xanım, az öncə qeyd etdik ki, bəzi namizədlər müəyyən səbəblərdən xaricdə təhsillərini tamamlamayıb geri dönmək məcburiyyətində qalırlar. Və təbii ki, nəzərə alaq ki, onların xaricdə təhsilinə dövlət dəstəyi olur və bu dövlət dəstəyi də belə deyək, o verilən o məvacib də zərərə uğramış olur. Bax, bu zərərə uğramış məvacibin geri qaytarılması istiqamətində hansı prosedurlar var? Bu məsələyə Dövlət Proqramı İdarəetmə Qrupu həqiqətən də çox ciddi yanaşır. Qeyd elədiyiniz hal o hallardan biridir, amma bir neçə halı mən sadalaya bilərəm ki, tələbə gedir, oxuyur və yaxud hər hansı bir problem olur və yaxud qərarı olur, şəxsi qərarı ki, təhsilini davam eləməsin.
Bu bir hal ola bilər. Digər hal ola bilər ki, tələbə bayaq qeyd elədiyim məsələ ki, təhsilini bitirir, amma dərəcə diplomu almır. Və yaxud tələbə bitirəndən sonra ölkəyə qayıtmaq istəmir. Düzdür, ən son qeyd elədiyim çox az haldır, bu saylardır. Amma istənilən halda əgər hər hansı bir təhsillə əlaqəli maliyyələşmə həyata keçirirsə, birmənalı maliyyələşmə geri qaytarılır. Bu proses olaraq təbii ki, biz tərəfindən izlənilir. İstənilən bir qeyd elədiyim hər hansı bir hal olmağından asılı olmayaraq tələbədən ərizə ilə müraciət eləyir və biz maliyyələşməni birmənalı geri qaytarmasını təmin edirik. Aha, az öncə sonuncu bir qeydiniz var idi ki, təhsilini tamamlayır, müqavilənin yəni şərtlərini yerinə yetirmir. Namizədlər var. Onların statistikası mənə maraqlıdır. Turan xanım, varmı? Yəni neçə nəfərdir məsələn? Bizim indiyə qədər həm öz istəyi ilə, həm dövlət proqramı tərəfindən xaric olan tələbələr, mən bayaq dedim saylarladır, 33 nəfər qeyd eləmək olar indiyə qədər rastlaşılan hal. Amma dediyim kimi bu çox az haldır. Nəzərə alsaq ki, bizim dövlət proqramına indiyə qədər qəbul olub təhsil almaq hüquq əldə edən 1752 tələbəmiz olub hər üç təhsil səviyyəsi üzrə. Amma yenə qeyd elədim, burada müxtəlif səbəblər olur. İmtina və yaxud xaric olma səbəbləri. Bildiyiniz kimi bir çox gəncin qarşısını kəsən bir sədd var ki, o da ailə qayğılarıdır və bu baxımdan da bir çox gənc belə deyək, xaricdə gedib təhsil ala bilmir. Ümumiyyətlə belə gənclərə hansı dəstək göstərilir? Sizin sualınız maliyyələşmə yönümlüdür, mən belə başa düşürəm. Dövlət proqramında bildiyiniz kimi 5 istiqamət üzrə maliyyələşmə həyata keçirir. Yəni ümumiləşdirsək təhsillə əlaqəli bütün xərclər proqram çərçivəsində qarşılanır. Tələbələrin təhsil haqqı ilə yanaşı onların təqaüd hər ay verilir ölkələrə uyğun olaraq. Onlarla əlaqəli hər il ölkəyə beynəlxalq belə deyək, bilet xərcləri varsa o qarşılanır. Viza xərcləri proqrama başlayanda qarşılanır. Eyni zamanda sığorta xərcləri, amma müvafiq qaydalar birmənalı tələbənin adını deyil. Yəni burada ailə üzvləri təəssüf ki, maliyyələşməsi qarşılanmır. Biz də arzulayarıq ki, tələbələrimiz belə deyək, bu kimi narahatçılıqlardan azad olsunlar. Amma mövcud vəziyyətimiz ondan ibarətdir ki, onlar yalnız təhsil maliyyələşməsi tələbəyə münasibətdə həyata keçirilir. Ötən illərlə müqayisədə bu il müraciət sayında artım gözləyirsünüzmü? Ümumiyyətlə o rəqabətin yüksək olacağı ixtisaslar hansılardır? Burada iki sualı mən görürəm. Hər il qeyd elədiyimiz kimi dövlət proqramında 15 prioritet ixtisas istiqaməti üzrə təhsil almaq mümkündür. Biz ötən illərə nəzər salsaq, ən çox müraciət olunan ixtisas istiqamətləri informasiya texnologiyaları, mühəndislik, statistika verilənlərin təhlili, maliyyə, iqtisadiyyat, dövlət idarəetməsi və bu sahələr daha çox müraciət olunan sahələrdir. Artıma gəlincə, bunu proqnoz eləmək çox çətindir. Biz ötən ilə baxsaq, əslində bilirsiniz ki, hər il dövlət proqramında 500 gəncin seçilməsi üçün yer ayrılır və bunun 125 nəfəri bakalavriat təhsil səviyyəsinin 100 nəfərdən çox olmayan hissəsi doktorantura təhsil səviyyəsinin payına düşür və qəbul 500 yerdirsə və müraciət sayı 1000 nəfərdən çoxdursa, bu yaxşı mənzərə deyil. Əslində bu bir tərəfdən çox yaxşı mənzərədir ki, proqrama maraq var, həqiqətən də layiqli namizədlər var, proqrama müraciət edir, amma daha çox biz yox deməyə məcbur olduğumuz vəziyyət yaranır. 500-ə münasibətdə əgər ötən ilə baxsaq 1240-a yaxın müraciət var idi və biz 500 nəfər seçildi, yerdə qalan şəxslərə yox deyildi. Bu proqramın reallığıyla mövcud reaksiyaları, bu valideynlərin reaksiyası, tələbələrin reaksiyası həqiqətən də bir-birinə təzad yaradır. Ötən il çox idi müraciət, hər il artır müraciət. Bu il də böyük ehtimal ki, artacaq, amma bu illəri bizim siyahıya nəzərən deyə bilərəm ki, mühəndislik, informasiya texnologiyaları, statistika verilənlərin təhlili,
arxitektura və dizayn, eyni zamanda qeyd edirdim kənd təsərrüfatı, ixtisas istiqaməti üzrə xeyli proqramlar əlavə olunub və bu proqramlar üstünlük təşkil eləyir siyahıda. Seçim baxımından demirəm, say baxımından deyirəm. Amma bu tələbələrin müraciətləri artıq onun qəbul zamanı biz biləcəyik. Böyük ehtimal deməyim də, amma ehtimal olsun ki, o mərhələdə müəyyən qədər kvotalar müəyyən oluna bilər ixtisaslara, ixtisas istiqamətlərinə münasibətdə. Təşəkkür edirəm və sonuncu sualım belə olacaq ki, dövlət proqramına müraciət etmək istəyən namizədlərə tövsiyəniz nə olardı? Təhsil TV-nin kameraları vasitəsilə tövsiyənizi eşidərdik. Əslində tövsiyəmizə keçməzdən öncə mən vurğulamaq istəyərdim ki, biz siyahıdan danışdıq. Bir daha xatırlatmaq istəyirəm ki, siyahıdan sonraki mərhələ dövlət proqramına müraciətdir. Mən bir daha vurğulamaq istəyərdim ki, hər il dövlət proqramına qəbul semestr başlamazdan 6 ay öncə açıq elan olunur və bu onlayn şəkildə həyata keçirilir. Portal.edu.az səhifəsi üzərindən hər bir şəxs şəxsi kabinet yaradır və tələb olunan sənədləri təqdim edirlər. Və buradan sonra tövsiyələrimi demək istəyərdim ki, ilk öncə universitet seçimlərində çox diqqətli olsunlar və proqram seçimlərində. Biz siyahını elan eləyəndən sonra və bu siyahı hazırlaması da kifayət qədər uzun bir prosesdir. Universitetlərdə dəyişikliklər olur və ötən ilki təcrübəmizdə proqramı çıxardır universitet və yaxud təhsil alma formasını dəyişir. Bildiyiniz kimi, yalnız əyani təhsil alma forması üzrə təhsil almaq mümkündür dövlət proqramında. Yəni, sabahları siyahıda var idi, mən ona görə müraciət eləmişəm deyil də və yaxud sizin siyahıda var, amma universitetdə yoxdur kimi hallar rastlaşmasınlar deyə mütləq şəkildə diqqətlə əmin olsunlar ki, proqram əyanidir, proqram mövcuddur və eyni ilə Elm və Təhsil Naziri tərəfindən hazırlanmış siyahıda eynilik təşkil eləməlidir. İlk tövsiyəmiz budur. Digər tövsiyəmiz isə sənədlərini seçim qaydalarında hər üç təhsil səviyyəsi üzrə tələblər qeyd olunur. Mən indidən bəzi sənədlər var ki, hazır olur, insan tələbələrin əlinin altında olur. Bəzi sənədlər isə vaxt ala bilər. Bu tələblərdən biri sertifikatı, dil sertifikatı. Əgər dövlət belə deyək, məktəblərində təhsil alırlarsa, beynəlxalq kurikulumla oxumurlarsa və Dövlət İmtahan Mərkəzinə müraciət eləyəcəklərsə, həmən Dövlət İmtahan Mərkəzindən Dövlət İmtahan nəticəsini təqdim eləməlidirlər. Yox, birbaşa SAT və yaxud ACT beynəlxalq sertifikatlarla dövlət proqramına müraciət eləyəcəklərsə, nəticəyə fikir verməlidirlər və yoxdursa müraciət eləməlidirlər. Beynəlxalq tədris dili, mən qeyd elədim, C1 səviyyəsində olmaqla müraciətlərinə əmin olmalılar ki, o səviyyədə olsun. Bir də burada bildiyiniz kimi Azərbaycanda beynəlxalq kurikulum üzrə oxuyan tələbələr var. Bu IB proqramıdır, A-Level'dır və yaxud AP proqramı üzrə təhsil alan tələbələrimizdir. Əgər beynəlxalq kurikulum üzrə təhsil alırlarsa və tələblərə cavab verən belə deyək, akademik göstəricilər verirlərsə, bu tələbələr SAT-dən də azaddılar, Dövlət İmtahan Mərkəzi nəticəsindən də azaddılar. Ümumiləşdirsək, seçim qaydalarına mütləq şəkildə nəzər salsınlar. Bizim web səhifədə bu seçim qayda dp.edu.az səhifəsində yer alır, normativ sənədlər hissəsində. Mütləq şəkildə nəzər salsınlar və sənədlərini düzgün şəkildə təqdim eləsinlər. Bir məqamı da qeyd edeyim ki, qəbul mərhələsində onlara şans verilir ki, onlar sənədlərində hər hansı bir əksiklik varsa, onu düzəldib yenidən qaytara bilirlər bizə, müraciət edə bilirlər. Amma bu dəfələrlə olmayacaqdır və müəyyən qədər vaxt verilir, limit olur. Ona görə sənədlərini dolğun, düzgün şəkildə təqdim eləmələrini tövsiyə edirik. Gördüyüm qədərilə dövlət proqramı iştirakçılarına çoxlu güzəştlər var. Bizim məqsədimiz odur ki, tələbələr gəlsin, ən yaxşı dünyanın nüfuzlu universitetlərinə təhsil alsınlar. Bu şəraiti ölkəmiz yaradır. Biz də bunu icra edirik. Həqiqətən də çox belə şərəfli işdir, mən deyərdim və ölkəmiz adına bu gənclərin dünyanın ən yaxşı universitetlərində, ən yaxşı ölkələrində təhsil almaları, yeni bilik, bacarıq qazanmaları və ölkəmizə geri qayıdaraq hər hansı bir qurumda işləyərək töhfə vermələri, o yenilikləri gətirmələri, bunları ümumiləşdirsək, həqiqətən də
ölkəmiz adına gözəl bir imkandır, fürsətdir. İnşallah ki, bu uşaqlar bu fürsətdən də uğurla yararlanarlar. Ümid edirik. Turan xanım, mən sizə çox təşəkkür edirəm. Verilişimiz artıq sona çatdı. Təşəkkür edirəm ki, vaxtınızı ayırdınız və özəl müsahibənin qonağı oldunuz. Mən sizə təşəkkür edirəm müsahibəmizə yer ayırdığınız üçün. Çox sağ olun. Belə dəyərli izləyicilərimiz, özəl müsahibə verilişinin növbəti buraxılışı sona çatdı. Qeyd etmək istəyirəm ki, bugün özəl müsahibənin özəl qonağı Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan xanım Topalova idi. Görüşmək ümidi ilə sağ olun.